Salam hörmətli təlim iştirakçıları. Bildiyimiz kimi qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi verilmiş maliyyə dəstəyi ilə əlilliyi olan şəxslərin bacarıqlarının inkişaf adlı layihənin 4-cü təliminə başlamışıq. Təlimlərdə müəllimimiz tərəfindən, bilim tam tərəfindən az bir vaxtda çox mükəmməl şəkildə öyrədilir. Sizdə baxıram, işlərdə artıq ərsiyyə gətirdiyin işlər var. İstər konjukan işlərə, aksesuarlar, əl çantaları. Ümid edirik ki, bu təlimin sonuna qədər siz mükəmməl şəkildə hər şeyi öyrənir və özünüz bütün hər işlərini düzəldir, satış sərgilərindən çıxa biləcəksiniz. Bunun üçün də qeyri-hökumət təşkilatlarına, dövlət dəstəyi verilməyə təşəkkür edirik. Bu kimi layihələr Hər birinizi salamlayıram. Bugün bizim təlimimizin artıq 4-cü günüdür. Və bu keçən 3 dərsimizdə biz sizinlə çoxlu işlər görmüşük. Həm mumcuq işləri, həm toxunma çantalar, toxunma şərtlər, daha sonra bilərziklər hazırlayıb uşaqlar, saç aksesuarı hazırlayanlar var. Və bunlar hamısı 3 dərsin nəticəsidir. Bugün 3 dərsin hesabatı olaraq uşaqların əl işlərini göstərmək istəyirəm. Bəziləri özləri tək hazırlayırlar, bəziləri valideynlərlə. Çoxlu sayda şərtlər hazırlamışıq. Bunlar hamısı bu şərtlər barmaq texnikası ilə hazırlanır. Yəni ki, bunların hazırlanmasında heç bir alətdən istifadə olunmuyor. Uşaqlar ilməkləri bir-birinə keçirlərək bunları hazırlayıblar. Görürsünüz, sayısız hesabsızdır. Bunları üstənə götürək. Daha sonra çantalar hazırlayanlar da var. Belə çanta. Ana, mən deyirsən bu gelişməsi hep hazırlayacağım. Kiçik ölçülü çantalarımız da var. Bu çantalar da makrame ipdən toxunub və bu çantalar pambıq saplardandır. Böyük ölçülü milçəklə toxunur. Daha sonra bizim belə kiçik çantalarımız da var. Bu çantalar isə kiçik ölçülü milçəklərdən toxunur və uşaq çantalarıdır. Bu formada olanlar var. Uşaqlar hamısı öz zövqlərinə uyğun bəzəyiblər. Daha sonra bizim ən çətin işlərimizdən biri olan muncuq çantalarımız var. Muncuq çantanın hazırlama texnikası daha çətin olduğu üçün uşaqlar valideynlərin köməkliyi ilə hazırlayıblar bunu. Və bu formada saç aksesuarları hazırlayıblar. Çəhrayı rənglər, bunları gözəl hazırlayıb maması ilə bərabər. Və çoxlu sayda bilərziklər hazırlayıblar. Bunları da bütün uşaqlar hazırlayıb. Belə, bugünkü təlimimizdə də yenə davam edirik. Kimin əgər yarımçıq çantası varsa onları bitirəcəyik və yeni işlərin başlayan hamılarımız da var. Bu formada davam edəcəyik. Uğurlar təlimimizdə. Ana, mənim əlimdəki nə rəngdir? Mən xəyala falan istəyirəm, ana. Asan mı xəyala xalası? Bunu mən nətərlə düz edirəm. Bax, mən bacarırım, sən bacarmırsan. Deməli, götürmə keçirmişik düzdür. Birini ortada. İndi birini bura keçirdim, birini bura, birini ortaya. Siz təkrar 4 dənə ilə bilərsiniz, amma 3 dənə lazım deyilsən. Biri öyle biri Onu bilərzik edilir, çanta eləmir. Çantanın aşı ilə bilərzik. Bilərzik, bax, bura hər dəfə olacaq. Ortasını hər dəfə buraya gedir. Kənarlarını mavi edir. Qəşəng olacaq. Elə biləcəksiniz. Anlıyorsanız. İndi yenə ağırlı olan. Bundan yenə kəs. Bax belə. Yenə buradan başla. Amma bu leskadır, leska ilə qolbağı yaxşı olacaq. Olacaq. Amma nakışla da toxunma. Düzmə deyil də, sizdə toxunmadır. Sadəcə düzəndə olmur, amma toxuyanda olur. Ana, sən can bir dənə. Kimsə mənim videomu çəksin, atsın onu ya da. Sən bizim üçün bir mahnı oxu da. Hamı iş görür. Kimi sən vaxtçı, sən videonu səhv edir. Sizin üçün bir mahnı oxuyum. Ya miyav miyav kutu. Ama yazılır. Kutusuna var beyaz. Rəvanə, Ay can. sərbəstlikdir, necə rəymən gəldir də. Demək qonaqlara xoş gəldiniz.
Siz nəysə deyir, heç eləyə bilmirəm. Bunları çıxarmayacaq. Aha. Eləyə bilmirəm olmaz. Eləmək istəmirəm olur. Rəvanə belə bir şeylər eləyə bilir maşallah. Bax buradan bunun altına geçirdim. Yolunu tapdı Rəvanə işləyir maşallah qızıma. Ana, bunun şəklini çəkir. Niyə bu da bilir Bax Bu şəklini çəkirsən bunu bir keçirdin alta. Aha, burada birini Allah də sən keçirdin. mənə bunu. Bunu birinci altdan keçirdin, sonra olar keçirdin. Əcəbi Dalanda qarşı, dalanda açıb da tezliyi qazanır. İp yeri. Yox, bax belə aferin. Aha, indi aşağıdakini aşağı bax bunu. Yaxşı. İstəyirəm. Hələ xalas istəyirəm də gəl. Necə gedir? Sən dur. Aa, əli sən elə. Yox, bu niyə böyle İşlərini görsün. Amma sıçrayan yandı. Yaxşı, bu hissəni çox xəlasında büzüşür qalır. Vətən satan deyil bu. Vətən satan. Mən vətən satan deyiləm. Nəysən az xəyala falan. Yuxarı qaldırar. Neçə vaxtı görmürdün də, ha? Neçə vaxtı görmürəm. Sabahası yemək verirsən. Sən yox ki, mənə atsaxla. Nə dediniz, nə dediniz? Belə Hələ bax. Oo, gözəldir amma qorxuram. O şeyin üstündən gəlməlisən. Böyür. Qorxulu. Bizim gəlin hərəkətə bildi, onu düzəltdim. Yəni ki, gəlməlisən. Heç bir yerdə heç bir yemədim. Onun boğu neçədən bunu düzəltdi? Əksinə biraz da böyük oldu. Saxda şeylərdə bu. yox, yox. Hələ qoşulmamışdı. Şimdi burada qoşulacaq. Sən çıxırsa sən. İndi birinci. Bu güzel Bu oldu. 200 lira. Bəli, bəli. Ay Eşek. İndi deyəsən bən. İndi deyəsən bən. Bax buraları özünüz görəcəksiniz. Ama sadəcə qarşıma çıxıb mən yalan deyərəm, çay istəyirəm. Yəni onları düzəltmək lazım. Mən istəyərəm izləməyə. Mamaya deyərəm, bu səfər mənə aparsın. Valideynlər şəkil çəkdirməkdən çəkinmir. Burada biz dedik ki, fiziki məhdudiyyətli uşaqlar və onların valideynləri. Yəni burada şəkil çəkdirməkdən çəkinmir. Neç yaş verərsiniz? 20. Hə, 2005 təşkil. Çalışaq, digər əşyalar üçün. Verməsəniz keçirir. Konuşa bilərik. Danışa bilərik. Aysun. Sənin də adın Aysudur. Mən qonşumuzlanam. Səndə vəziyyət necə gedir Aysu? Allah. Və soruşdu, ay Yasemin xalanın qızı Aysu. Niyə eləmir? Vəziyyət nətərdir? Bu gözdən də belə üşmüşüksə əla. Belə bu itlərdən nəysə xoşuna gəlir. Neydi? Mənlə bərabər düşməmişsiniz, mən özüm bura gəldim. Qədən hər gün baxır ki, o istəyirsən, niyə Rəvanə ilə Nuray mənim yanında yox? Nuray qızımız bu arada tədbiri var. Könlümüzün qalibi, ürəyimizin qalibi. Ona bir titul vermişəm də, bilir o isə. Titul da verir Rəvanə. Qubad mənim. Rəvanə titul da verir. Mənə titul verəndə, mən də titul verərəm də. Hər şey istəyəcək lazımdır şeylər. Mənə titul verənlərə mən də titul verirəm. Kutipililər. Qubad müəllim. Bəli, biz şirin. Məryəm bağçada olanda mənim yanıma topla gəlir. Ay deyirəm, Məriş, əzizləyirəm onu belə qəşək-qəşək.
altdan biri. Hə, Beş maşallah. o uşaqların hamısına bizə bir tərcih. İmamqulu maşallah çox ağıllı, çox tərbiyəli. Bacaracaqsınız, mən inanıram. Bir dənə, gözlənmə. Siz nə edirsiniz? Siz, bax, biz bunu biz eləmişsiniz. Bir dənə bu səhviniz var. Mən gedim maşına bir dənə baxım. Yox, yox. Yəni ki, eləyəcəm, öyrənəcəm. Aha, bu da iki dənə, bu da iki dənə. Aha, bunlar bir soyad necədir? Soyad. Soyadı. Bura neçə? Tam Bunun arasında iki dənə, üç dənə, iki dənə. Sizdə də eyni mərhələ. Eyni qaydanın da. O sənin qardaşın beraber, bu da sən. Bence o da bəsdir, bezdir, yolur saçımı, vurur məni, çivir. Daha önce bəsdir də, mən də canımdan bezdim axı. Amma yox, istəyirəm. Bir dəfə qonşumuz uşağı nələ düşünəmir. İstiyorlar, aşağıdan qalxan gedir onlara. Ümumiyyətlə iki dənə. Abi yuvarlamaz qımışar. Aslında da Şey geçir. gəlmir, ondan da üzrü yaxşıdır, vallahi. Gel bana. Baycan görürüz. Kolu getirmə. Oldu, eləmişsiniz. Bizim xanımlar arasında. Yolanda əlini. Bir də kim gətirsə versin. Bitir deyəz, gətirir. Ben niye Kopyası var. Onun da kopyası geldi. ne oldu? İkisini de birlikte verelim. Neden olsun? Soyadda yazılır maşallah. Birinci isyonda birinci. Ama anasının yazarında. Anası kızı Gülara. Nenin nasıl? Bak burada imzalayayım, bak burada. Yukarıda boşluk var. Ay sağ ol. Bu arasına muzlusu sürüyor. Bir de Müəllimə, bizim də Kimdir o? Rəqsənə xanımdır. Qubat müəllimin əfsanəsi. bu şairənin O bir de çok bu aklının içinden Yok bak. Onu şerbeti gerek. Zəhləmamasına var. Şərbətlərindən sonra necə devam edirəm? Necə devam edirəm? Elə belə keçmək. Xeyr, axı bu şeydir, nə adı? Niyə
Sən yığın bağla gəlməzsən. Eleanor. Proqram işlətmirsiniz siz. Bunu mən düzəltmişəm. Belə qoyuram ki, şey var, rezil hə, demək o vaxt çox bak, şey ben Bunu nə məsafət verən kim silə bilər? Nə sənə? Ağzın olsun. Mən siləm. Axı. Sənə siz oradan lazım qədər götürəbilərsiniz. Yox, Jilkadan Rəvanə Jilka yox, Rezinka burada var. Nədə var? var, başqa. Mama oxumadım, siz var ya, onu Deyək gətirin. Ahəş, yox, orada lazım yoxsa gətirə bilərsən, xəyələ. Alnır düzür. Aha, daha sərgəlidir. Mənim Rəvanə. Rəvanə çox burada. Mama Jilka yox, Rezinka var. Rezinka yoxdur. Yox, hə, yox, ona görə. Bu qalsın, əlində düyünün, bax, bu qalsın. Görür güneş dağları aşır, sönmeyeydi. Görey benim dönmüş halim, dönmeyeydi. Görey benim istediğimi gidip eleyek, açılmadan kara toprağa gömmeydi. Göydeki aya değil, derdimi koyar getirsin. Yüreğim derde düşüp, yar bana bir çare yetirsin. Onunla eləmirik, rezin eləyirik. Rezin onun ki yok. Verirəm, diyan. Kəsdi, bax, 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 mən onu çıxarıya bilərəm. Saptı xanımı şeyliyə soruşmağa ihtiyaç yox. Bizim olsun, Burada sen benim söhbəti yoxlayam. Səlmanlıqda görüşürüz. Rezin neylə? Verirəm, rezin də verirəm. Mənə də səfər verirsən. Dünyələr, çoxu da verir. Onu da Qalındı nəzikdir. Yaxşı, yox, yaxşıdır, lap əla. Lap əla. Onu da vəzifəsi. Yox, yox. Yox, bu gözəlin mamasıdır bu xanım. öz hamımız peşəkarlaşırıq da, yaşaya-yaşaya həkim oluruq, müəllim oluruq, hər şey. Çanta öyrəndirsiz? Yox, onu çalışıram. Hə, Onu Namuncuq çalışıram. çanta. İptər çanta. Ha, ipdən çanta çətin deyil ki, qalın ip var. Mən o ilməyi göz Bunu baxıram. biraz açır bilərsən. Gətir onu işləyək. Al, bunu Amma bax. ikinci qollarım. Ha, maşallah. Onu gətir, qalın. xanım hər şey. Müəllimə baxın. Vau, çox gözəldir. Aferin sənə. Rəvanə çox qəşəngdir qızım. Müəllimə, bura kim Bax, bəsdir? indi bura kimi gəldi. Səliqəli düzdür. Şeydir, bunu biraz açır bilərsiniz. Ha, bir dənə bax. Bax, burada görürsünüz, burada. Amma buradan keçəcək. Görürsünüz bunu? Hə. Orada olmamalıdır da, o buradan keçib getməli. Hamısı bir-birindən Yəqin gedir. gözümdən. Bax, burada da biri gedir. Bax, burada da biri üstündədir. Bax, görürsünüz, bu burada olmalıdır. Yaxşı. Yəni, diqqətli olaq. Onun başı ümumiyyətlə çıxardın. Mən gedim görürsün. Şərtini eləyə bilirəm.
Çok yazık. Aynen. Bunu biraz açmak olmaz. Biraz. Daş, ona var. Böyle yok. Biraz da böyle örtmek. Yaxşı. Yedəmizə eləmişdik, yedəmizə eləmişdik. Baxın. Bax, ora bax, Əliyə bax, ora bax. Əziz iştirakçılar, gəlin qulaq asın, zəhmət olmasa. Gələn dərsimizdə siz çox sürətli işlədiyiniz üçün, maşallah, inşallah ki, gələn dərslərin kimin evdə materialı varsa, əlavə muncuğu varsa və ya əlavə nələrsə öyrənmək istəyirsə, gətirə bilərsiniz. Çünki demək olar ki, buradakı materialları bitirib tamamlamışsınız. 8 dərsin materialı 4 dərsə tamamlamışsınız. Ay maşallah. Maşallah sizə. Sizə də. Ona görə yenidən sərgi üçün hazırlaşmaq istəyiriksə və yenidən bir şeylər öyrənmək istəyiriksə, yeni materialları özünüz gətirə bilirsiniz. Hamısında evinizdə var, bilirəm çox həvəslisiniz. Alıb yığmısınız, gətirin burada işləyək. Belə şagirdlərdə səbəbkar kimsiz öyrətmişsiniz siz də. Siz yaxşı öyrətməsəniz biz getməzdik belə. Bildirməlisiniz. Mənim əlimdən sizin əliniz üstündə. Görürsünüz bax. Mən boş elədim ki, biraz Olmaz biz gidirik. Olmaz biz ödəyətlər. Uzaqdan gəlir. Şu an cemaat, cemaat ama yani bir vakit kimi üniversiteye değil çıkartmak için. Mənim anam mübarək, ondan da rəhmətə gedir. Anam da ne diyor? Anama yaxın mübarək. Sən yeri aksiyir, çox aksiyir. Yaşlar, yaşlı. Biz gələn dərs gələ bilməyəcəyik. Niyə? Hara gedəcəksən, ay Rəvani? İmtihanı var. İmtihanlardır. İmtahanlar da var, tədbirlər də var. Uğurlar sənə Rəvani. Bəli. Ayca. Aha. Bax, bura 2 dənə, bura 2 dənə, bitirəndə 2 dənə. Yaxşı ki, sən varsan, amma yoxsa itib batar. Mamam gətirdi, mamam gətirdi. Maman gətirdi. Maman gətirdi. Aferin. Ondan bizim kalkta olmaz. Ana. Vay bir de kukulmuş. Ben de öyle sen şey diyorsun ben 2 eve 2 tane kurban yedim. Hayale falan çömeye çağırıyor. Hələ xala, ehtiyacımız var sizə. Bir saniye bekleyeyim. Qıray elədi, basını bilir də bayna. Bilirəm, mən istəyirəm. Yazmağı bilir, okumağı yok. Hə, bəs əlinin ucunu oynatmadı. O bu sende bir interaktifliyle onu götürebilir. Ay müəllimə, çantanı həm deska ilə, həm rezinlə toxumaq olur. Bu, həm rezindir, həm deska niyə? Nədir ki o? De bu qara sumka. Həm səhv ediblər, ona görə sökülüydü onu. Bəs o boşluq rezin də aslında Rezin takılır. Leska onu möhkəmliyi verir, amma rezin boş olacaq. Həmişə elastik. Çantan elastik olmalı deyil. Aralara keçirir. yazı rezin pis olur. Kim bu kimi eləmişdi ki? Bilmirəm, yadımdan çıxıb kimsə eləmişdir. Yo eləyəm, o sökməyə verir. Evdə aparıb eləyib, səhv eləyib də. Evdə başa düşünüb, elə bilib ki, eləmək olur. Hə, yox. Mama. Mən də boş verirəm, qızım əlimdən alır, o bərk görür daşı kimi. Bu sizə lazımdır. Nə qədər bərk olsa, çanta o qədər Hər şey gəl. Hə, verir. Oydu bu.
Zümrüt xanım, bəli Şirin. Bu muncuqlar belə məsələn, xanımın o verdiyi kvadrat muncuqlar harda satılır görən? Yerləri var da. Əl işi mağazalarında, əl işi harda satılır materiallar. Bax, o mağazalarda hər şey var. Həm təbii daşlar. Nərimanov yaxınsız sizə? Yox, biz Xırdalanda olur. Nərimanov Xırdalanda yaşayırsınız. Xırdalanda yaşayanlara ən yaxın memar Əcəmi. Amma onlar Kendi hayala kala ver, onları kəsin, olbaq elə. gözlər. Onu işte düzlüklərini iki. Nərimanovdan zakaz edilmişsə, hamısını yığıb parça qoymayınlar. Nə kəsməliyəm, bir Gəbirsin qolbaq, Ya, hələ yox. olbaq elə. Gedişi bitircək. Gedişi bitircək. Yanına baxmamasına kömək edeyim də. Saat neçədir? Zümrüt müəllimə, keçən Saat günlər neçədir? elə bir yumru çantanı ördüm, çantanı gördüm, axırda kasa çıxdı. Nə pisdir ki? Allah haqqı çökək bir şey oldu, axırda söktüm. Niyə belə? Siz o sapı gətirin bura. Toxumaq üçün öyrənmək üçün geçəcək o qalmışlar. Qalın, amma dartılmayan özdə. Qəşəng möhkəm sap. Gətirin. İki qızım var deyirəm, hörüm atın taksınlar. Çantalar, dünən qızım tikiş maşını qoyur, ikincisini də dediyim. Qışa tikir, qantillər, hər şeyləri var, hər şeylər. Özüm həsrətən deyirəm, bu hiç kimi mütəf qalmasın. Yasemin başlı, işlerinize gel. Mən yazdım. Geçen sefer ben de hele birini ördüm, yoxa çıxdı. Xəyala xala. Ayağın aşağı. Xanımın zirvələr. Düzürəm ki. Всё, уже всё. Pərlər kitabı belə kant olur, güllü-güllü qıtsın. Belə pərdə yerlər. Bax, ondan mənə lazımdır. Onun qırağına verməyir. Elə o, pərdə yerləri. Hani bizim o kızımız əllərin kəsə-kəsə qaldı. Güney, yaxşısan? Tutarım. Bu yazıq əllərini doğradı. Güney getdi, tıncıqlı getdi. Sən adı nə idi? Ayşe. Yəni darıxdı. Sən neçə yaşın var Ayşe? 14. 60'la yaşıdsan mənim qardaşımla. Neçədə oxuyursan? Hər yaşlı. Yaşıddır. Neçənci ilsən? Əznətər yaşlıdır. Haydi. Hələ 15 yaşına keçməmişsən? Yox, 2012-dir. Hara keçdi? Hələ qızım 11 ay bitti başım. Bizim Ayxan 2010'du. O hələ bu il 15'i tamam. Yox, 14 dedi, ona görə deyirəm. 14 deyil. Ağacınla yaşlanacaq. Oturmaq istəmirəm. Cələrimə görəndən bildim. Hay Allah. Bugün artıq 4-cü təlimimizin sonuna gəlib çatmışıq. Artıq tamamlayan iştirakçılarımız da var öz işlərini. Məsələn, Nilüfer bugün bir dərs səhv oxudu bunu, şərt oxudu. Bugün başladı, bugün də bitirdi. Daha sonra Fərdə xanım belə çanta başladı və bitirir, artıq birləşdirmək üzrədir. Sonra bizim gözəl qızımız çoxlu muncuqlar hazırlayıb. Həm təbrikdaşlardan, həm sadə aktiv muncuqlardan, aferin sənə. Sonra burada bir... Mən qaldım. Gəlin. Yeni bugün iş başlayan iştirakçılar da var. Yeni çantalar başlayıblar. Yəqin ki, növbəti dərslərdə tamamlayacaqlar.
Mütləq. Burada çantayla tamamlayıb gətirirlər iştirakçılar. Aha. Bu xanım da çantanı demək olar ki, bitirmək üzrədir. Könül xanım. Və Aysi da çantasını bitirib. Rəvanə burada nə gözəl qolbaqlar düzəldib. Aferin Rəvanə sənə. Hələ davam edirsən, onları başlayaq artıq bitirməyə. Çünki təlimimiz yekunlaşır, ona görə tamamlayaq işlərimizi. Kimin yarım çıxışı varsa bitirsin. O birisi şeydə qaldı. Daha sonra Türkanə xanım da şərflər bitirib artıq. Demək olar ki, neçə dənə sizdə bugün oldu? 4 dənə şərf oxudum. 4 dənə şərf oxuyub bir gün. Maşallah. Baxın, bunu belə eləyib Utkaların altına utkaları yapıştırıp nibdim kademeye. Elə onun üstündə bir işləmək olur. Şöyle ben o bura taktım. İşləri varsa artıq yekunlaşdırsın, tamamlayırıq. Çünki məsələn qolbaqlarımız varsa artıq bunları işləri bağlayır, çantaları bitirir. Kimin tamamlama işləri varsa yekunlaşdırır. Amma yarımçıq qalanları da gələn dərs davam edir və evdə də bilirsiniz ki, hər dəfə biz sizə material veririk, evdə də davam edirsiniz. Bu qədər gələn təlimdə görüşərik. Sağ olun.